Əgər doğrudan da bu söz ki var, eşitmişik böyüklərdən, kişilik eləsə, tərbiyəsizliyi başa alıb getməz. Amma bu günləri indi baxırsan, görürsən ki, birdən fürsət axtarırlar, bir dənə qız ona, məsələn, bir xanım ona birdən bir söz deyər. Yaxşı söz, məsələn də ürəyinə yatan, birdən bir göz eləyər, qaş eləyər, tez hazır getsin çölün vəhşi canavarı kimi neynəsin, cumsun üstünə. Amma nə az insanlar var ki, əgər belə bir qadının müqabilində, yəni belə qadının bu hərəkətinin müqabilində qiriyyətçilik eləsin, həssaslıq eləsin, sizin xanım özü qışdır. Abrun var, həyam var, bizim millət belə olub. Bizim millət keçmişdə, biz uşaqlıqdan belə görmüşük, bizim məhəlləmizdən məsələn, qız uşaq, qız oğlan keçə bilməzdi, əllə keçə bilməzdi. Bu həssaslığı görmüşük, bu həssaslığı öyrənmişik biz. İndi baxırsan, görürsən, dindarlar, hələ mən qeyri-dindarla işim yoxdur. Dindarlara baxırsan ki, va veyla, va veyla. Allah rəhmət eləsin, şəhid Mütəhrir ağaya. Deyir ki, kişilərə qeyriyyət hissi verilib, ilahi neymətdir. Niyə? Deyir, gələcək nəsilləri qorumaq üçün. Xanımlara nəzarət et ki, gələcək nəsillərimiz qorunsun. Əgər sən xanımı başlı-başına bıraxsan, diqqət eləməsən xanıma, hara gəldi, kimlə gəldi, necə söhbət eləsə, sənin ailəndə böyüyən qızın necə olacaq? Nə tərbiyə görəcək? Evində onun ya atası, ya qardaşı, ya əri var ki, biri bir dənə həssaslıq eləsin, biri bir sözsün, xanım belə giyinmə. Bu nə giyimli giyinmirsən? 100 dənə oğlanı sən, neyirsən, özünlə cəhənnəmə aparırsan.